Salam, hər vaxtınız xeyir olsun, əziz dördüncülər. 4-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz məsələ həllinin bəzi üsulları və bu məsələ həlli üsullarından birinci olaraq şəkil çəkməklə məsələ həllidir. Məsələləri mən Rauf Mirzəyev sizlər üçün izah etmiş olacağım. Sizdən istəyim videolarımı bəyənməyiniz, kanala abunə olmamızsa kanala abunə olmağınızdır. Buna görə də hər birinizə təşəkkürümü bildirirəm. Bir də 4-cü siniflər üçün onların hazırlıq qruplarımız mövcuddur. Qoşulmaq istəyənlər aşağıda qeyd edilmiş nömrə ilə əlaqə saxlaya bilərlər. Gəlin, birinci şəkil çəkməklə məsələ həlli üsulu nümunə var. Bu nümunə ilə siz tanış olarsınız. Yəni, ilk öncə məsələ oxunur. Məsələni anlayırıq, oxuyub anladıqdan sonra bu məsələyə uyğun bacardığınız şəkildə sxem və ya şəkil çəkmiş olursunuz. Və bundan sonra da yəni verilmiş şərtə uyğun olaraq məsələni həll etmiş oluruq. Yəni sxemimizi qurduqdan sonra məsələni həll etmiş oluruq. Gəlin mən birbaşa məsələyə keçim. Məsələdə yazır ki, məsələləri göstərilən üsulla həll edin. Yəni şəkil çəkməklə. Məsələ 1-də yazır ki, Lalə, Samir, Anar, Aynur və Səbinə dondurma növbəsində dayandılar. Lalə Anarla Səbinənin arasında dayandı. Növbədə sonuncu dayanan Samir isə Aynurdan sonra dayanmışdı. Anar növbədə birinci deyil. Uşaqlar növbədə hansı ardıcıllıqla dayandı? Deməli, biz bilirik ki, 4 dənə uşaqdır. 4 uşaqdan danışır. Daha doğrusu 5 uşaqdan danışır. 1, 2, 3, 4, 5. 5 nəfər uşaqdan danışır. Siz bacardığınız kimi, yəni belə deyək, şəkil çəkmiş olarsınız. Bu birinci uşaq, məsələn deyək ki, və yaxud da ki, fərq etməz. Yəni, bu ikinci uşaq. Məsələn, ayaqların çəkdik, əllərini çəkdik və s. Bu şəkildə irəli getmiş olurlar. Daha sonra bu üçüncü uşaq. Buradan belə deyək də, onların əlləri. Bu üçüncü, bu dördüncü uşaq. Bunu da gətirdik. Bu da əllərini çəkmiş olduq. Bunu deyək ki, aşağı, əlləri aşağı olsun. Bir dənə də 5-ci uşaqda bu da olmuş olsun. Uşaqların şəklini çəkdik. Bu arada səsimlə bağlı üzrlü sayasız narahatçılıq inşallah ki yaratmır. Deməli, indi bizə nə deyir? Deyir, Lalə Anarla Səbinənin arasındadır. Deməli, Lalə əvvəldə və sonda deyil. Bu artıq məlum məsələdir. Anarla Səbinənin arasındadır. Və bizə deyir ki, növbədə sonuncu dayanan, məsələn, deyək ki, bu birinci olsun, bu ikinci olsun, bu üçüncü olsun, bu dördüncü olsun, bu da beşinci olsun. Belə baxaq. Sonuncu dayanan deyir kimdir? Sonuncu dayanan Samirdir. Bu oldu Samir. Artıq sonuncu Samir olduğunu bilirik. Samir. Və bizə deyir ki, Samir isə Aynurdan sonra dayanmışdır. Deməli, bu da oldu Aynurdan sonra dayandığına görə bu da Aynurdur. Aynur. Bunu da bildik. Sonra deyir, Lalə Anarla Səbinə arasında dayanıb. Deməli, Lalə Anarla Səbinə arasında dayanıbsa, bunların arasında olmadığına görə Lalə də budur. Lalə. Bunu da bildik. Və bizə deyir ki, Anar növbədə birinci deyil. Əgər Lalə Anarla Səbinə arasında dayanıbsa, burada ya Anar birinci olmalıdır, ya da ki Səbinə. Əgər Anar birinci deyilsə, onda Səbinə birincidir. Burada qaldı Anar. Anar da nə oldu? Üçüncü olmuş oldu. Və uşaqlar növbədə hansı ardıcılıqla dayanıb? Cavab yazırıq. Cavab. 2 nöqtə qoyuruq. Birinci kimdir? Səbinə. İkinci kimdir? Lalə. Üçüncü kimdir? Bu cür digərlərində yazmış olarsın. Gəlin keçək növbəti məsələyə. Yazır ki, A şəhərindən B şəhərinə qədər yolun uzunluğu 120 kilometrdir. B şəhərindən C şəhərinə qədər yol bundan 60 kilometr çox, C şəhərindən D şəhərinə qədər yol isə 40 kilometr azdır. Yəni nədən? O birinci 120 kilometrdə. A şəhərindən çıxan avtomobil D şəhərinə qədər neçə kilometr gedər? Mənim dəftərimdə yeri azdır deyə
Sxemlə belə deyək də çəkirik. Bura olsun A şəhəri. A şəhərindən bir qədər uzaqlıqda yerləşən bir B şəhəri var. B şəhərini, biraz bu B şəhərin uzun çəkək. Çünki ən uzunu budur. Yox, deyir ki, nə? B şəhərində bundan 60 kilometr çox, ya bura B şəhəri olsun, elə qalsın. Ondan sonra B şəhərindən C şəhərinə, bu da C şəhəri olsun. Və C şəhərindən də bir dənə də D şəhərinə gedən yol var. Burası da D şəhəri olsun. Biz bilirik ki, A şəhərindən B şəhərinə qədər yolun uzunluğu 120 kilometrdir. Bura oldu 120. Və bizə deyir ki, B şəhərindən C şəhərinə qədər yol bundan 60 kilometr çoxdur. Deməli, birinci sualımız, birinci şərtimiz B-dən C-yə nə qədər olacaq? Bunu tapmalıyıq. Buna görə də 120-nin üzərinə 60 gəlirik. Bu da eləyir neçə? 180 kilometr. Buraya yazırıq 180. Daha sonra davam edirik. Deyir ki, C şəhərindən D şəhərinə qədər yol isə 40 kilometr azdır. Nədən? 120-dən. Ona görə də 120-dən 40-ı çıxırıq. Bu da eləyir 80 kilometr. Deməli, burada 80 yazmış oluruq. Yəni, kilometrləri daha yazmadıq. İstəsə siz yazarsınız kilometr, burada kilometr, burada kilometr. Və A-dan D-yə qədər yolun uzunluğunu bizdən soruşur. O zaman biz bunları nə edirik? Toplayırıq. Bizim növbəti sualımızda bunu da yazmışdıq. O zaman olacaq neçə? 120, üstə gəlsin 180, üstə gəlsin 80. Bu da bərabərdir 380 kilometr etmiş oldu. Cavabımız da olacaq A-dan D-yə qədər olan məsafə, yəni A-dan çıxan, A şəhərindən çıxan avtomobil D şəhərinə qədər 180 kilometr yol gedər. Üçüncü tapşırığa baxırıq, üçüncü məsələyə baxırıq. Deyir ki, yol kənarında hər 6 metrdən bir ağac əkilmişsə, əkilməsi nəzərdə tutulur. Yol kənarında 8 ağac əkildi. Birinci və sonuncu ağac arasında məsafə nə qədərdir? Neçə ağac əkilib? Biz gəlin buradan ağaclarını da əkək. Bu birinci ağac. Birinci ağac. Ağac əkildi. Bu bizim ağac. Sonra növbəti bir ağac da əkildi. Bu da ikinci ağac olsun. Bu da oldu ikinci ağac. Çox uzun çəkdim bunu. Aha. Bu da növbəti ağac. Bu da, yəni ki, biri də əkildi. Tam belə 8 ağac əkilmiş olub. Biri də əkilmiş oldu. 1, 2, 3. Yəni siz dəftərinizdə, mənim dəftərimdə yerləşəcək bu. 4 dənəsini çəkdim, yerləşməyəcək yəqin. 8 dənə, birini də bura əkək, bu da biri, oldu 5, bura biri, 6, bura biri 7, biraz bunu sıxışdırım, gözlüyüm çox yaxın əkmişəm, özü getdikcə balacalaşdırıram. Aha. Bunları balacalaşdıraq. Aha. Və bunu da biraz uzaqlaşdırmış olaq, tamam. Deməli, növbəti ağacı da əkdi. Bu da oldu nə? Növbəti də burada da bir dənəsini əkdik. Və ağaclar tamam olmuş oldu. Neçə ağac əkildi? 1, 2, 3, 4, 5, 6, 7, 8 ağac əkildi. Bunu bildik. Hər neçə metrdən? 6 metrdən. Hər birinin arası nə qədərdir? 6 metrdir. 6 metrdir. 6 metrdir. Məsafə ağac sayı yox, nə? Aralıq sayı ilə hesablanır. Və bizə deyir ki, yol kənarında 8-də birinci və sonuncu ağac arasındakı məsafə. Neçə dənə aralıq var? 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıq, 5 aralıq, 6 aralıq, 7 aralıq. Ümumiyyətlə, yaddan çıxartmayaq ki, əgər bir düz yol boyunca n sayda ağac əkilibsə, n məsəlendəki 10 dənə, 20 dənə, həmişə aralıq sayı bundan bir vahid az olacaq. Məsələn, əgər 20 ağac əkilibsə, deməli 19 aralıq var. Eyni aralıqla əkilibsə, o zaman bir ağac arasındakı məsafəni 19-a vurub ümumi məsafəni. Burada nə edirik? Görürük ki, 7 aralıq var və hər aralıq 6 olduğuna görə 7-ni də nə edirik? Vururuq 6-ya. Bu da bərabərdir 42 metr etmiş oldu. Bu da
növbəti məsələnin həlli cavab yazarıq ki, cavab 42 metrdir. Yəni birinci və sonuncu ağac arasındakı məsafə 42 metrdir. Uşaqlar, məsələ həlli üsulları, yəni bir-bir mən bunları izah eləyəcəm sizlər üçün. O səbəbdən də növbəti izah, növbəti tənlik qurmaqla məsələ həllində olacaq. Ona görə də izləməyə davam edin.